Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC World Europe gəmisində promenad hissəsinə daxil oluruq. Bu MSC gəmi şirkətinə aid ilk iki qanadlı sağ və sol iki qanadlı gəmisidir. Belə bir promenad, belə bir küçə düşünün. Müxtəlif kafelər, baxın, uşaqlı ailələr də əlbəttə ki gəlir. Bəzən suallar olur ki, uşaqlarla görəsən maraqlıdırmı? Görürsünüz neçə nəfər ailə uşaqları ilə bərabər gəlir. Kafe Emporium. Aksesuarlar burada. Və ileride bir kafe daha var. Burada sizin bildirmək istədiyim bir məqam var. Dikkat edirsinizsə, bunlar balkondur. Və MSC World Europe veya bunun tipli iki qanadlı gəmilərdə bir içəriyə baxan balkonlular var, bir də dənizə baxan. Hətta bəzi müştərilərimiz buna həyətə baxan deyir. Salamlayıram oradan, adlarını çəkməyəcəm. Bu cür həyətə baxanların özünə məxsusluğu nədir? Bu şəkildə içəriyə baxan balkonları götürdüyünüzdə gün boyunca burada hərəkət var, bu ara küçədə. Və axşamları da əlbəttə ki, əyləncələr olur. Balkondan durub seyr eləyə bilirsiniz. Belə bir maraqlı bir hissə var. Əlbəttə ki, gəmi hərəkətdə olduğunda dəniz havası və s. burada təsir edir. Yəni burada da o havanı hiss edirsiniz. Amma nəticə itibarilə baxdığınız mənzərə ya aşağı, ya da qonşu otaqlar olur. Ona görə də bunu diqqət almaqda fayda var. Seçim edərkən bunu da seçə bilərsiniz. İstəsəniz dənizə baxanı da seçə bilərsiniz. Çox fərqli bir atmosferdir. Sanki həqiqətən dənizin ortasında bizim Nizami küçəsində gəzilmiş kimi mütəmadi olaraq xoş musiqi sizi müşahidə edir. Və bu şəkildə gördüyünüz kimi bir başqa bar, Lamaya bar olaraq xidmətinizdədir. Eğer bu arada tatlılarım olduğu yer. Yukarı mərtəbədə sizə o ilanla əlaqədar demiştim. O ilanın quyruğu buradır. Və bura qədər bu pulsuzdur. Bu quru sürüşkənidir. Bu şəkildə və yuxarıya qədər gedir. Yəni tərsinə də oradan aşağıya. Bu minvalla burada bildirmək istədiyim bir məqam, eğer biraz həm dəniz mənzərəsi görsənsin, həm daxilə baxsın istəsəniz, bu səfər baxın, bu gəminin arxa hissəsi və burada balkonlar var. Bax, bu balkonlar rahat bir şəkildə balkonda oturduğunuzda gəmi hərəkət elədiyində arxa hissədən istər köpüklənən dalğalar olsun, istər dənizin özünü seyr etmək olsun, belə bir şans olur. Yəni bu təxminən bu bir hissəyə qədər rahat bir şəkildə seçilə bilər. Əlbəttə ən gözəli ən kənarda olanlardır. Və seçim edərkən sizə biz otaq təklif edərkən bütün bu detalları bildiririk ki, siz doğru seçim edəsiniz və həqiqətən seçmiş olduğunuz istər kruizdən, istər marşrutdan, istər gəmidən bu üç məqam ortaq nöqtədə birləşməlidir ki, siz ən doğru səyahəti həyata keçirəsiniz. Bax, belə bir möhtəşəm bir gəmi və düşünün arxa hissədə oturduğunuzda
Ümumi mənzərə bu şəkildədir. Bax belə, World Europe, MSC World Europe gəmisi.